kök müsbətdir. Müsbət bildiklərini müəllimə, müsbətdən də böyük ola bilir, sıfırdan da böyük ola bilir, mənfidən də böyük ola bilir. Bizə böyükdə axıb görürsünüz. Ona görə də bunun sağ tərəfini, mən sağ tərəfini. Hər versiya baxmalıyım, bax bunun sağ tərəfi var, bax buranın. Birinci halda mənfi olsa nə olar? Yəni 2x minus 10. Kiçik bərabər 0 mənfi. Bu bərabər halı var ha, bunu yoxluyuram ha kənardan. 2x minus 10 bərabər 0 olsa, x bərabər 10 olsa, bu bərabərsi aparıb yerinə qoysam, görüm ödüyür, orada yoxlayabilirsin. O birisinin özündə. 10. Görün bunu ödüyür, yəni bərabəri götürüm, yoxsa götürməyeyim. Həmişə uc nöqtələri mənlər ayrıca yoxlayın. Yerinə qoyuram, görüm nə? Olur, nə, bura olur, nə müsbət bir ədəd, düzdür, burada nə olur? 0, düzdür? Müəllimə. Könül müəllimə, başa düşürsünüz? Ödüyür mü? Bəli, 2x minus 10 bərabərsə, x bərabər 5 deyil. 5, bəli, 5. X bərabər 5 qoysam. 3 vurulsun. Kök altda 7 böyük bərabər 0. Düzdür, ödənirmi? Bəli, bəli. Demək, mən bərabər hissəsini götürəcəm. Bu bərabər olan yerini götürəcəm. Yəni, bax, burada bərabər hissəsini qoyacam artıq. Bax, bu bərabəri qoydum. Buradan alıram ki, x kiçik bərabər 5. Amma məndə kök var, kökün altı bütün hallarda nə olursun, kökün altı böyük bərabər 0 olacaq. 2x çıxılsın 3 böyük bərabər 0. X böyük bərabər 1,5. 1,5'i qoymuyorsa qoymuyorum, yoxlayıram. Yerinə aparır, yerinə qoyuram, yoxlayıram. 2 kök altında 1,5'i qoysam nə olur? Burası 0 olur. Böyük bərabər 1,5 qoysam burada nə olacaq? Mənfi 7. Ödənirmi? Ödənir. Demək, bu bərabəri götürəcəm orada da. Düzdür müəllimə? Demək, birinci halda bunların kəşfəsini götürəcəm. 1,5'dən böyük, 5'dən də kiçik. Birinci altını aldım nə? 1,5'dən 1,5'dən 5 arası. Bu kənarda. Bu birinci hal. Yəni ya bu olacaq, ya o da. Bu birinci hal. İkinci hala baxsaq əgər müəllimə. İkinci halda bura nə olsun? Bura müsbət olsun. 2x minus 10 böyük bərabər 0. X böyük bərabər 5. Bərabər yoxlamışdıq da bəyər. Yəni kökün altı mütləq nə olmalıdır? Müsbət olmalıdır. Bu da hökmünü deməlidir. Bu bir mənalı deməlidir. Bu heç. Düzdür? Bunu bütün hallarda yazırıq müəllimlər. İndi bunu edəndən sonra müəllimə, könül müəllimə. Bu tərəf zaten müsbət idi. Burada müsbət oldu da müsbət halına baxırıq. Hər iki tərəf müsbət olduğuna görə çox rahat şəkildə kvadrat yüksəldə bilərik. Hər tərəf kvadrat yüksəldəkmi? Kvadrat yüksəlsini alırıq. 9 vurulsun 2x minus 3 böyük bərabər 4x kvadratı minus 40x plus 100. Sağa keçirəm. 4x kvadratı minus bu 18 idi. Sağa keçdi, çıx 58x. Bu mənfi 27'dir. Sağa keçdi 127 oldu. Kiçik bərabər 0. Sağa atdım onu görə nədir? Kiçik bərabər tərəfə qaldı. Məndən soruşdu nə? Tam əl soruşduğuna görə təxminən kök tapıram buradan zaten. Dəqiq kök tapamıram, təxminən kök tapıram. Bu D1 kök var müəllimə, D1. Bunun yarısını hesablayırıq. Yəni, bax, belə olacaq müəllimə. AX kvadratı plus BX plus C deyil, bərabər 0. Əgər bu B cüddürsə, onda D1-ni hesablayırıq. Onda B-ni yox, B-nin yarısının kvadratı çıxılsın 4AC yox, AC. Hesablayırıq. Kökü də tapanda müəllimə. B-nin əksi yox, B-nin yarısının əksi. Plus minus kök altında D1'in qiyməti. Aşağıda da 2A yox, elə A-nın özü. Aydındır müəllimə? Bax, bu düsturu tətbiq edirik. Bu düsturu tətbiq edirik. İkinci əmsal cüt və böyük olanda bunu istifadə etmək daha sərfəlidir. İndi D1-ni istifadə etsək, 58'in yarısı 29, 29'un kvadratı çıxılsın AC, yəni 4 vurulsun 127, 4 vurulsun 127. Neyse, buradan müəllimlərlə sağ olsun hesabladıq, buradan aldıq 133. İndi x1 gəl hesablayaq. 333 yenə yeni şey yazıram. İndi müəllimə bizə təxminən qiymət lazım. Çünki tam əllər soruşdu zaten. Deməli, bunun əksin, yarısının əksi müsbət 29 olacaq. Düzdür? Üstə gerək bundan təxminən kök çıxır 18'den onda tutaq ki, onda 3 məsəl üçün. Böl 2. Buradan tapdıq 11 tam, tutaq ki, onda, neyse, tutaq ki, onda 2. Bizə tam hissəsi lazımdır. İkinci kökü də 29 çıxılsın 18 tam onda 3. Bu da vergülü təxminən yazırıq. Onda 3, onda 5 fərqi yoxdur. Zaten tam hissəsi lazım bizə. Burada nə aldıq müəllimlər? 29'dan 19 çıxanda 10.
29, 19 çıxıncı edir. 10. 11 tam neçə? 5 tam. Nə qədər saldıq? Neçə? 2 tam neçə saldıq da, orada 4-ə bölürdük. Yox, 2 tam neçə edir, bırakın. Hə, 4'ə böldüm, ben 2'ye böldüm. 4'ə böldüm, 4'ə, bəli. Burada da 2 tam neçə aldıq? 2 tamında tutaq ki, 3 məsəl üçün. Bu sıfırları tabrıq qeyd edilir müəllim, ədəlik üzərində eləmirdik. Sıfırları qeyd edirik. 2 tam onda 3, o birisi də 11 tam onda tutaq ki, onda 2 məsəl üçün. Bu kiçik bərabər olduğuna görə bunlar nəyinə düşür? Araya düşür də. Çünki bu müsbət daxil müsbətdir. Ona görə bunların arasına düşür. Biz də buradan bir şey qeydləmişdik. Bax bu ikisini. 5'ten böyük olan zaten 1 tamında 5'ten böyük olur. Yani bunun önemi kalmır artık. Elə 5'ten böyük qeyd edirik. Qeydlədik müəllimi. Buradan da aldıq nə? 5 ilə 11 tam onda 2'nin arası. Biz də bunu yakında bunların birləşməsini götürəcəyik. Bununla bunun. Bunların birləşməsi bizə verəcək 1 tam onda 5 ilə 11 tam onda 2, 11 tam onda 2 də yəni ki arası. Burada üçün tam əllərin sayını soruşur. O da 2'dən 11'ə qədər. Topladıq 65 verdi müəllimi.